Qarşılaşmanın ikinci hissəsindən sizləri salamlayıram. Region Liqasının 5-ci turunda İstiqlal futbol komandası Şəfa Stadyumunda Aran Beyləqan futbol komandasını qəbul edirdi. Məhz ilk hissədə bol qollu, məhsuldar bir oyun keçdi. İstiqlal futbol komandası 5 qolu taparkən Aran Beyləqan futbol komandası isə sadəcə bu atılan 5 qoldan ikisinə cavab verə bildi. İkinci hissədə bizləri nələr gözləyir? Bu 15 dəqiqəlik fasilə hər iki tərəfə nə üçün təəssüratlar başladı, nə üçün dəyişikliklər oldu. Birazdan bunları şahid olacaq. Mən İstiqlal futbol komandasında bir oyuncu dəyişikliyi görürəm. Rəşad Əliyev məhz meydana daxil olmaq hazırlaşır. Bəli, artıq oyuncu dəyişikliyi başlayacaq birazdan. Neçədir? 5-2. İstiqlal futbol komandasının üstünlüyü təşkil olunur qarşılaşmada. Rəşad Əliyev artıq meydanda da. Son hazırlıqlar görünür. Birazdan qarşılaşma start götürəcək. Aran Beyləqanla İstiqlal futbol komandası. Hal-hazırda 5-2 üstünlüyü var. İstiqlal futbol komandasının artıq qrup üzərində ikinci qalibiyyətidir. İstiqlal futbol komandasının Zahir Hüseynov başladacaq qarşılaşmada. Asif Əhmədov. Bu fair play-dir. Məhz Asif Əhmədovdan gəldi. Döküm salam. Müdafiənin ən gerisinə Sənan Nəsirov qarşıladı. Bir eks hücum şansı. Aran Beyləqan adına Sənan Nəsirov keçid vermədi. Müdafiənin gerisinə təhlükəli ola bilər. Cərimə meydançasına doğru. Qapı qarşısına Rəvana doğru gəldi ötürmə. Eldar Palla kişi ötürməni ram etməyi bacardı. Damirlan Zeynalov. Ötürməsi bir Fəzəl Əkbərova təkrardan Damirlan Zeynalov. Sağ çıraqda irəliyir. Zahir Hüseynova doğru. Rızayev gəlişinə zərbəni indirdi. Bu ev tapşırıq idi. İstədiyi kimi alınmır. Nizami Rızayev idi zərbəni indirən oyuncu. Sərt bir müdaxilə Tamirlan Zeynalovdan gəldi. Bu qarşısına Eldar Valakiyev. Ram etməyə mümkün oldu indi Rəşad Əliyev. Meydana ikinci hissədə daxil olub Asif Əhmədov. Ötürməsi bir Fəzəl Əkbərova. Müdafiə ram etməyi bacardı Mehdi Məmmədov. Sonrasında Tural Maqsadə sürətli qazandırdı. Ötürməsi Rızayevə doğru Asif Əhmədov sürətlənib topa ama golkiper rahat şəkildə topu ram etdi. Qısa paslarla çıxmağa çalışırlar. Zahir Hüseynov.
Topu ram etmək mümkün olmadı. İndi Aran Beyləqan futbol komandasının hücumuna şahid edirik. Sənan Nəsirov, Tamerlan Zeynalov təzyiq göstərir rəqibə. İstiqamət dəyişdi sağ diagonaldan. Qapı qarşısına Eldar Balakişiyev çıxdı, aldı topa. Keçid vermədi. Əbilfəz Ələkbərov istiqamətində indi. Topu ram etməyi bacardı, sürətli qazandırıb. İkili mübarizədə top meydanı tərk edir. Tac atışını yerinə yetirəcək İstiqlal futbol komandası. Tamerlan Zeynalov tac atışını yerinə yetirəcək. Asif Əhmədov Zahir Hüseynovun qarşısına doğru istədiyi kimi alınmadı. Faul dəyəri qazanmır. Zahir Hüseynov olunan bu müdaxilə. Tural Baxsadə ötürməsi təkrardan Zahir Hüseynov'a doğru. Birbaşa zərbəni indirdi, amma istədiyi kimi getmədi zərbə. Tural Baxsadə indi təzyiq göstərir rəqibə. Tamerlan Zeynalov sonrasında Tural Baxsadə, Mehdinin də təzyiqi var. Mehdi Məmmədovun bu müdaxiləsi faul dəyəri qazanır yerdə qalan oyuncu. Aran Beyləqan futbol komandasının oyuncusu da bir standart vəziyyət yerinə yetirəcək Aran Beyləqan. Hesab isə 5-2. Məhz İstiqlalın xeyrinə. Həsən Hüseynə salam. Salamlar Həsənlə Hüseynə. Qapı qarşısına ötürmə. Rəşad Əliyev qarşıladı. Elle oynama itirazları da var. Zərbə indirəsə təhlükəli olar, amma bu yuvansız zərbədir. Rəvan sürətlənir topu. Ram etmək mümkün olur. İndi isə gün zərbəsini yerinə yetirəcək Aran Beyləqan futbol komandası. Fərqi azaltmaq adına minimal ala gətirmək adına. Qapı qarşısına ötürmə, bir tərs vuruş. Məhz istədikləri kimi alınmır. Eldar Balakişiyev hərəkətli qazandıracaq topa. Böyük ehtimalle uzun oynayacaq. Uzun da oynayır. Zahir Hüseynov istiqamətlə müdafiənin ən gerisini düşündü. İstədiyi kimi alınmadı. Tamerlan Zeynalov sürətlənir. Təhlükəni soğuşdurur. İndi isə Əbilfəz Ələkbərov Tamerlan Zeynalov ötürməsini verər-verməz sürətlənmişdi topa. Tac atışı qazanır İstiqlal futbol komandası. Top meydanı ardarda tərk edir. Zayef sürətlənmişdi. Qayda pozuntusu qeydə alınır. İndi isə standart vəziyyəti Aran Beyləqan futbol komandası yerinə yetirəcək. Uzun oynadığı müdafiənin ən gerisinə yaxşı düşünülmüşdü. Tural Baxsadə ən geri planda qarşıladı. Təkrardan topun ən geriyə göndərməsinə səbəb oldu. Əbilfəz Ələkbərov sürətlidir. Keçid vermədi müdafiə. Əbilfəz Ələkbərov mübarizəni buraxmır. Cərimə meydançasının içərisində ötürmə şansı alınmadı. İndi isə gün zərbəsini yerinə yetirəcək Əbilfəz Ələkbərovla İstiqlal futbol komandası. Təhlükəli ola bilər. Qısa bir ötürmə ilə oynadılar. Əbilfəz Ələkbərov içəriyə doğru düşündü. Top hələ də onda da keçdi bir rəqiblərini, gözəl hərəkətlər izlədi ondan, amma sonuna qədər topu daşımaq mümkün olmadı onun adına. Tamerlan Zeynalovun bu müdaxiləsi çox sərt idi. Qayda da pozulur və rəsmi bir xəbərdarlıq gəlir. Ədalət təmsilçisindən Tamerlan Zeynalova sarı kart.
Və cəzalandırır onu. Standart vəziyyəti Aran Beyləqan yerdə itirəcək. Qapı qarşısına bir ötürmə. Elcan Süleymanov. Məhz uzaqlaşdırmaq mümkün oldu. Təhlükə tam soğuşmayıb Mehdi Məmmədov. Sonrasında Zahir Hüseynovun qarşısına düşdü top. Təhlükəli ola bilər. Ötürməsi Asif Əhmədova doğru. Sürətləri Asif Əhmədov. Ay, müdafiə sonuna qədər təzyiqini göstərdi. Məhz zərbə şansı tanımadı Asif Əhmədova. Mehdi Məmmədov, Tural Baxzadə işbirliyində. Sakimə tuş gəldi top. Asif Əhmədov. Təzyiqi var idi. Elcan. Sonrasında Mehdi Məmmədov. Ötürməsi sol. Cınaqdan Rızayevə doğru. Rızayev qapı qarşısına. Əbülfəz Ələkbərov. Əbülfəz Ələkbərov. Özünün ikinci, komandasının isə 6-cı qolunu qeydə alır. Əbülfəz Ələkbərov İstiqlal futbol komandasının heç şübhəsiz qol silahlarından biridir. Daha birini qeydə alır. Əbülfəz Ələkbərov. İstiqlal futbol komandası 6 və Aran Beyləqan futbol komandası isə 2. 3 xal daha şəffaf görsənir İstiqlal futbol komandası adına. 3 xala daha yaxın tərəf onlardır. Təbii ki də burada bu qolda Nizami Rızayevin də məhsuldar ötürməsini unutmaq olmaz. Həqiqətən də bugün atılan bir çox qola məhsullar ötürməklə yadda qalıb Nizami Rızayev. Olduqca effektlidir bugün. Tural Baxzadə yenidən uzaqlaşdırıldı. Əbülfəz Ələkbərovun təzyiqi davam edirdi rəqibə. Asif Əhmədov. Hazırda 6-2'li üstünlüğü təşkil olunur qarşılaşmada İstiqlal futbol komandası. Region Liqasının 5-ci turunda Aran Beyləqanla qarşılaşırdı. Məhz hal-hazırda ikinci yarın artıq 13-cü dəqiqəsi geridə qalır və üstün tərəf onlardır. Zahir Hüseynov ötürməsi Nizami Rızayev və Asif Əhmədova doğru idi. Müdafiə ram etməyi bacardı. Elcan Süleymanov. Ən geri planda qazansa da topu itirməyi saniyələr çəkmədi. Sənan Nəsirov Rızayevlə oynadı. İndi isə top Mehdi Məmmədovda qalır. Təhlükə davam edir. Əbülfəz Ələkbərov qapı qarşısına. Bir zərbə, amma qol qeydə alınmır. Asif Əhmədovun bu qolu məhz qeydə alınmır. Offside səbəbilə. Ötürmə bir qədər ünvansız edildi Rəşad Əliyev. Hərəkətli qazandıracaq topa. Salamlar, hər vaxtımız xeyir. Tural Baxzadə Rəşad Əliyevlə oynadı. Mehdi Məmmədov. Əbülfəz Ələkbərov sürətlənsə də davam etməyə bacarmadı. Müdafiənin ən gerisinə Sənan Nəsirov mübarizəni buraxmadı. Sonrasında isə Eldar Balakişevdə qalır top. Əbülfəz Ələkbərov ötürməsi keçmədi. Təhlükə davam edir. Az fərqlə məhz qol şansı əldən qaçır. Eldar Balakişev hərəkətli qazandıracaq topa. Əbülfəz Ələkbərov istiqamətinə düşünülmüşdü bu pas. İndi Asif Əhmədov qazandı topu. Əbülfəz Ələkbərov
Sürətlənib qapı qarşısına Zahir Hüseynov. Son anda golkiper. Keçid 1-1. Zahir Hüseynova. İndi isə əks hücum şansı yaranır Aran Beyləqan. Futbol komandası adına fərqi azaltmaq adına, amma bu gələn ötürməni ram etmək mümkün olmadı. Tamerlan Zeynalov daş atışını yerinə yetirdi. Asif Əhmədov. Ötürməsi bir qədər qeyri-dəqiq alındı. Vallahi rəqibdən bilmirəm kimlər meydandadır, amma mən təkcə İstiqlal futbol komandasının heyətini bilirəm. Onlar da tam şəkildə meydandadır. Tamerlan Zeynalov sonuna qədər mübarizəni apardı. Zahir Hüseynovun müdaxiləsi, təzyiqi də var idi. Tamerlan Zeynalov qarşıladı ən geri planda. Asif Əhmədovun önünə doğru sürətlənib Asif Əhmədov təhlükəli ola bilər. 2 rəqibini keçdi. Cərimə meydançasına daxil artıq. Mehdi Məmmədovla oynadı. Bu da qayda pozuntusu məhz Mehdi Məmmədova. Standart vəziyyət yerinə yetiləcək qarşılaşmada İstiqlal futbol komandası adına. Mən topun başında elə Mehdi Məmmədov görürəm. Bu standart vəziyyəti o yerinə yetirəcək deyilsən komandası adına. O da Əbülfəz Ələkbərova buraxdı. Məhz bu standart vəziyyəti Əbülfəz Ələkbərov. Qarşılaşmada 2 qolu qeydə alıb. Daha birini mi yazdırır? Ay, Asfəqlə. Əbülfəz Ələkbərov. Yaxşı düşürülmüşdü. Asfəqlə alta getdi top. Mehdi Məmmədov ən geri planda qarşıladı. Ötürməsi Zahir Hüseynova. Nizami Rızayev ön planda da. Ötürməsi Nizami Rızayevə. Qapı qarşısında ötürmə. Məhz Asif Əhmədov düşünülmüşdü. Təkrardan topla qovuşur Asif Əhmədov. Əbülfəz Ələkbərova doğru ötürməsi. Gəlişini bir zərbə indirdi. Qeyri-dəqiq alınır. Tural Baxısadə! Tural Baxısadə! Baxımlı bir qolu qeydə alır. Möhtəşəm bir qolu qeydə alır Tural Baxısadə. Fərq artıq uçurumdadır. Sesini düşürək başıma dönmərəm. Tural Baxısadə. İstiqlal futbol komandası 7, Aran Beyləqan 2. Zəhmət olmasa ağzıva gələni, ümumiyyətlə, ev içərisində daxil olduğun sözləri burada istifadə eləmə. Çünki burada səndən əlavə valideynlər baxır, ana bacılar baxır, sən gəlib ümumən ətrafında, yaxın çevrəndə istifadə elədiyin sözləri burada yazırsan. Olmaz belə.
Hər kimi də artıq səssizdədir. Rəşad Əliyev. Zamir Rızayevlə oynadı. Mehdi Məmmədov. Ötürməsi Əmir Fəzəl Əkbərova doğru. İstədiyi kimi alamadı. Respublikada pozuntusu daha. Məhz Aram Beyləqan standart vəziyyəti yerinə ötürəcək. Məhz az əvvəl ki, mən sözə görə səssiz atmışam artıq. Sən deyildin o. Tamerlan Zeynalova doğru Əmir Fəzəl Əkbərovdan gəldi ötürməyə. Asım Əhmədov sürətli qazansa da topa. Golkiper. Məhz topu ram etməyi bacardı. Sağ ol Süper. Müdafiənin ən gerisinə doğru. Süper senden gol. Süper goldu bu. Oy bile. O tofrandır. Bir zərbə Eldar Balakişev üçün bu rahat bir. Ram etməsi daha rahat olan bir zərbə idi. Rəşad Əliyevlə oynadı. Tural Baxzadə Əbülfəz Ələkbərovlə oynadı. Ona bak top çevirdi. Hem de şu top vurabilir. Asım Əhmədova doğru. Tamerlan Zeynalov istiqamətini ötürməsini verdi, amma müdafiə yerindədir. Ercan Süleymanovun ötürməsi Mehdi Məmmədova. Asım Əhmədov bir zərbə. İstədiyi kimi alınmır. Aram Beyləqanın əks hücumu gerçəkləşir. Rəşad Əliyev. Sonrasında isə Mehdi Məmmədov təzyiqini göstərir rəqibə. Onun yanında bu top üstündən gəlib verilmiş. Aram Beyləqan oyuncularından meydanı tərk edir və oyuncu dəyişiklikləri var Aram Beyləqan komandasında. 2 oyuncu dəyişikliyi başlayacaq Aram Beyləqan futbol komandasında. Tac atışı ilə də qarşılaşma qaldığı yerdən davam edəcək. Qarşımızda isə hələ 25 dəqiqə var. Həm fərqi azaltmaq, həm də fərqi artırmaq adına. Rəşad Əliyev tac atışını yerinə yetirdi. Asım Əhmədov qarşıladı. Nizami Rızayevə doğru. O da istədiyi kimi alamadı. Məhz hücum şansı istədiyi kimi alamır. Gün zərvəsini yerinə yetirəcək İstiqlal futbol komandası Nizami Rızayevlə birlikə. Və oyuncu dəyişikliklər də mən görürəm İstiqlalda 4 oyuncu birdən. Gün zərbəsi yerinə yetirilir. Nizami Rızayev qapı qarşısına istədiyi kimi alamadı. Və İstiqlal futbol komandasının oyuncu dəyişikliklərini mən görürəm. 22 nömrəsi ilə Fərid Quliyev, 33 nömrəsi ilə Elcan Məmmədzadə, 18 nömrəsi ilə Doğrul Cahangirov və 17 nömrəsi ilə Yusif Məmiyev meydanda olacaqlar. 4 oyuncu birdən. Məhz dəyişikliyi başlayır qarşılaşmada. Nizami Rızayev, Zahir Hüseynov meydanı tərk edir. Həmçinin Doğrul, daha doğrusu Tural Baxzadə meydanı tərk edir.
Sonuncu oyuncu dəyişiklikdə. Başdur Mehdi Məmmədov. Meydanı tərk edir. Bravo Mehdi, bravo. 4 oyuncu da məhz meydanda bugün. Həqiqətən də performans baxımından möhtəşəm idilər. Hər bir oyuncu alqışa layiq idi bugün. Doğrul Cahangirov. Meydan daxil olar olmaz topla debütünü etdi. Əbülfəz Ələkbərov. Özü indirir zərbəsini. Əbülfəz Ələkbərov. Etdirə gedir bugün. 3-cü golunu qeydə alır. Əbülfəz Ələkbərov. Möhtəşəm bir golu qeydə alır. Özünün 3-cü, komandasının 8-ci golunu qeydə alır. Əbülfəz Ələkbərov alqışlara layiq bir gol idi bu. Hücum xətti isə yenilənib İstiqlal futbol komandasında. Sercan Süleymanov. Sonrasında ise Senan Esirov kapitan. Ötürməsi Ferit Quliyev doğru. Əbülfəz Ələkbərov. Qarşıda ötürmə istəyi var. Asif Əhmədov tekrardan Ferit Quliyevlə oynadı. İkinci pas artıq Asif Əhmədova doğru qayıtmadı. Amma ram etməyi bacardı oyuncuları. Bir keçməklə indi isə Toğrul Cahangirov və qayda pozuntusu. Buraya topas, buraya topas. Aram Beyləqan futbol komandasının hücumu Eldar Balakişi tərəfindən sonlanır. Rəşad Əliyev. Elcan Süleymanov oynadı. Toğrul Cahangirov. Təzyiqdən çıxmağı mümkün olmadı. Senan Nəsirov, Asif Əhmədov oynadı. Müdafiənin ən gerisinə amma sürətli bir ötürməydi var. Yusuf Məmiyev də sürətlənmişdi bu ötürməyə qarşı amma qapçı ondan daha tez davrandı. Zərbə şansı tanımadı Elcan Süleymanov. Bir zərbə Əbülfəz Ələkbərov qarşıladı. Sonrasında isə elə Rəşad Əliyev toxunmadan Əbülfəz Ələkbərova buraxdı. Bu mübarizəni bu adam meydanın hər yerindədir. Söhbət Əbülfəz Ələkbərovdan gedir. Bir qayda pozuntusu daha. Sürətli başladılar. Toğrul Cahangirov. Təzyiqi buraxmadı. Sonrasında Senan Nəsirov indi tekrardan. Toğrul Cahangirov. Ferit Quliyevlə oynadı. Əbülfəz Ələkbərova doğru bu ötürmə geri dəqiq idi. Qayda pozuntusu qeydə alınır. Ədalət təmsilçisinin gözündən qaçmır. Aram Beyləqan standart vəziyyəti yerinə yetirir. Müdafiənin ən gerisində Tamerlan Zeynalov qarşıladı. Birbaşa zərbə, effeksiz bir zərbə idi bu. Naql orayı. Eldar Balakişi inanıldı qapdı. Bahar Beyləqandı, xeyr, Aram Beyləqandı.
Rəşad Əliyevlə oynadı. İndi isə Elcan Süleymanov. Təhlükəli ola bilər Elcan Süleymanov. Sonrasında Sənan Nəsirov. Topu yiyələnməyi bacardı. Ötürməsini verdi. Müdafiənin ən gerisinə. Golkeeper çıxdı və aldı topuna. Uzun oynuyor. Asif Əhmədov istiqamətində. Əbülfəz Ələkbərov sürətlənib. Məhz uzaqlaşdırmaq mümkün oldu. Rəşad Əliyev taç atışını yerinə yetirəcək. Fərid Quliyev və bu müdaxilə qayda pozuntusu qeydə alınır. İkili mübarizədə Fərid Quliyev komandasına standart vəziyyət kazandırır. Topun başında Əbülfəz Ələkbərovda. 3 qolu var bu gecə. Qapı qarşısına ötürmə Tamerlan Zeynalova doğru. Ram etməyə mümkün olmadı. Tamerlan Zeynalov qarşılasa da Yusuf Məmiyevin ötürməsi Tamerlan Zeynalova doğru çox qeyri-dəqiq idi. Yusuf Məmiyev qarşıladı. Əbülfəz Ələkbərovu təəssüflər olsun ki, hal-hazırda göstərə bilmirəm. Hal-hazırda topu özü qopartdı Əbülfəz Ələkbərov. Təhlükənin adı, bu da qayda pozuntusu. Daha bir standart vəziyyət Əbülfəz Ələkbərovla. İndi isə standart vəziyyəti yerinə yetirəcək İstiqlal futbol komandası. Topun başında mən yenə də Əbülfəz Ələkbərovu görürəm. Fərid Quliyev də. Yox, Fərid Quliyev uzaqlaşır topdan. Əbülfəz Ələkbərov. Artıq dəqiqləşib bu zərbəni indirəcək oyuncu olacaq. Əbülfəz Ələkbərov qısa oynadı Fərid Quliyevlə. İstədiyi kimi alınmadı indi Əbülfəz Ələkbərov. Qapı qarşısına ötürmə! Yusuf Məmmiyev. Toxunmaq mümkün olmadı bu ötürməyə. 10 dəqiqə. Əbülfəz Ələkbərov son müdaxilə ondan gəldim. Əbülfəz Ələkbərov topu qopartmağı, sökməyi bacardı. İndi isə hücumu qurur. Ötürməsi isə istədiyi kimi alınmadı. Toğrul Cahangirov ən geri planda qarşıladı Tamerlan Zeynalovla oynadı. Rəqibin təzyiqi var. Ötürməsi Asif Əhmədova doğru təhlükəli ola bilər. Bir ötürmə və gol. Az əvvəl meydana daxil olan oyuncu 9-cu qolu qeydə alır. Elcan Məmmədzadə. Komandasının 9-cu qolunu qeydə alır. Bəli, Elcan Məmmədzadə idi. 9-cu qolu qeydə alan oyuncu. Tamerlan Zeynalov sağ açılaqda sürətlənib. O 33 nömrəsi ilə az əvvəl meydana daxil oldu. Qolunu atdı. Bir qayda pozuntusu daha.
Standart vəziyyət. Aram Beyləqan değerlendirəcək bu standart vəziyyəti. Tamerlan Zeynalov geri planda qarşıladı. İndi isə Toğrul Cahangirov. Elcan Məmmədzadə ötürməsi Asif Əhmədov. Asif Əhmədov içərini düşündü. Tekrardan Elcan Məmmədzadə. Tamerlan Zeynalov oynadı. Sağ açılaqdan irəliləyirlər. Qapı qasını ötürmə. İstədiyi kimi alınmır. Ünvansız gəlir bu ötürmə. Ən geri planda Elcan Süleymanov qarşıladı. Sonrasında Sənan Nəsirov. Teşekkürler. Aran Beyləqanın hücumu gerçəkləşir. Sənan Nəsirov qarşıladı. Sonrasında ötürməsi Toğrul Cahangirova. Fərid Quliyev sürətlənib. Ötürməni Yusuf Məmmiyevə doğru bıraxsa da Yusuf Məmmiyevlə anlaşmazlıq yarandı aralarında. Bir qayda pozuntusu. Bu dəfə standart vəziyyəti Aran Beyləqan futbol komandası təhlükəli bölgədən yerdə itirəcək fərqi azaltmaq adına. Oyunda artıq son 9 dəqiqənin içərisinə daxil olmuşuq. Əlavə vaxt neçə dəqiqə əlavə olacaq? Birazdan bunu öyrənəcək. Hakimin xəbərdarlığı gözlənilir. Standart vəziyyət yerinə yetirilməsi üçün birbaşa zərbəni öndürür. İstədiyi kimi alınmır. Yaxşı düşünülmüşdü, amma bir qədər geri dəqiq alındı. Məslahət atışına Fərid Quliyev yerinə yetirdi. Toğrul Cahangirov. Sonrasında Asif Əhmədov. Yusuf Məmmiyevə doğru. İndi isə Aran Beyləqan. Əks hücumunu izləyirik. Eldar Balakişev. Sürətləndi. Ötürməsini verdi Rəşad Əliyevə. Kısa bir ötürmə. Rəşad Əliyev. Son anda bir müdaxilə. Toğrul Cahangirov. Yenidən İstiqlal futbol komandasının hücumu başlıyor. Elcan Məmmədzadə az əvvəl 9-cu qolu qeyd alan oyuncu təzyiqini göstərir. Və qayda pozuntusu. Fərid Quliyev. Geri planda qarşıladı. Asif Əhmədov ötürməsini verdi. Toğrul Cahangirov. Gözəl hərəkətlərlə keçdi rəqibini. İndi isə ən geri planda Tamerlan Zeynalov qarşıladı. Sürətlənib 2 rəqibini keçdi. Artıq 3-cü rəqibini də keçdi. Təhlükəli ola bilərdi. Oyundan kənar vəziyyət. Standart vəziyyət İstiqlal futbol komandasının da. Topun başında yenidən mən Əbülfəz Ələkbərovu görürəm. Bugün 3 qolu qeyd alıb. Həm öz adına, həm komandası adına qalibiyyətdə payı yüksək oyunculardan biridir. Əbülfəz Ələkbərov. Qapı qarşısına ötürmə. Məhz toxunuş mümkün olmadı. Müdafiə uzaqlaşdırmağı bacardı. Tez çıxmağa çalışır Aran Beyləqan futbol komandası. Ən geri planda. Elcan Süleymanov da qarşıladı. Sonrasında Sənan Nəsirov kapitan. Ötürməsi Toğrul Cahangirova. Yusuf Məmmiyevə doğru bıraxsa da ötürməni. Qayda poz, daha doğrusu offside bayrağı havadaydı. Rəşad Əliyevə doğru gəlir. Məhz bu ötürmə ünvansız alınır, o da Eldar Balakişevə. Yönəlik buraxdı bu ötürməni.
Gelen topu Revan ötürmesini verdi indi Ferit Quliyev. Topa yetişmək mümkün olmadı ama meydana da saxlamaq elə mümkün olmadı topa. Taç atışına İstiqlal futbol komandası yerinə ötürəcək. Eşan Süleymanov oynadı. Ötürməsi keçmədi. Geri planda Ferit Quliyev qarşıladı. Topu özündə saxlamaq mümkün oldu. Ən geriyə doğru istiqamətləndi. Bir qədər anlaşılmazlıq yarandı. İndi isə standart vəziyyət yerinə yetirəcək İstiqlal futbol komandası. Sənan Nəsirov müdafiənin ən gerisinə. İki İstiqlal futbol komandası oyuncusu da sürətlənmişdi topa. Yusif Memiyev və Can Məmmədzadə. Qapçı işi şansı bırakmadı. Rəşad Əliyev qarşıladı. Ötürməsini verdi Ferit Quliyevə. Ferit Quliyev tek başına ilerleyir. Standart vəziyyət yerinə yetirildi. Aram Beyləqan hücumu. Sol diye Qalala ötürülməli düşüncəsi, amma orada Tamerlan Zeynalov var idi. Elcan Məmmədzadə ötürməsi Asif Əhmədova doğru uzaqlardan yoxladı şansını. Asif Əhmədov. Onda ikinci yarının başlarında attığı gol qeydə alınmamışdı. İndi isə Yusif Məmiyev. Sürətlidir, ikili mübarizəni itirdi. Hal-hazırda hesap İstiqlal futbol komandası 9, Aran Beyləqan 2. Əbül Fəzəl Əkbərov bir zərbə. İstədiyi kimi alınmadı. Qapçını ram etmək mümkün olmadı bu epizodda. Təbii ki, Asif Əhmədovun qızıl pası dəyərləndirilmədi. Təbii ki, burada mani olan qapçıydı. Müdafiənin girişinə fərq azaltmaq adına pasla oynanıldı. Və sol diagonala cərimə meydançasına daxil oldu. Ötürməsini verdi. Və ofsayt bayrağı da havadadır. Eldar Balakişev hərəkətlik qazandıracaq. Rəşad Əliyev. Ferit Quliyevə doğru. İndi isə Əbül Fəzəl Əkbərov. Asif Əhmədova doğru. Offside bayrağı isə bu dəfə Asif Əhmədov üçün havadadır. Standart vəziyyəti yerinə yetirəcək Aran Beyləqan futbol komandası. Tamerlan Zeynalov idi ən geri planta qarşılayan. İndi isə tac atışını Aran Beyləqan yerinə yetirəcək. Tamerlan Zeynalovun təzyiqi var rəqibə. Ferit Quliyev qarşıladı. Top almaq mümkün oldu. İndi Toğrul Cahangirov çevrildi. Ötürməsini verdi. İndi isə Əbül Fəzəl Əkbərov sürətlənib. Topu qopartmaq mümkün oldu. Asif Əhmədov istiqamətinə çevrildi. Ötürməsini verdi. Azlıqla yaxalanıb. 10-cu qol mu gəlir? Elcan Məmmədzadə bir zərbə şansı mı? Alınmır. Alınmır. Təhlükə davam edir Asif Əhmədov. Əbül Fəzəl Əkbərov bir zərbə. Bəs müdaxilə var idi. Ne epizodlar istədi az əvvəl. Toğrul Cahangirov çox gözəl gətirdi. Ötürməsini verdi. Elcan Məmmədzadə və Asif Əhmədov toxunuş etmək mümkün olmadı onların adına. İndi 200 zərbəsini İstiqlal futbol komandası yerinə yetirəcək. Qısa bir pasla oynadılar. Rəşad Əliyev ən geri planda qarşıladı. Standart
vəziyyət yaramadı. Əbülfəz Ələkbərov oyun içərisində son 1 dəqiqəyə daxil olmuşuq. Əbülfəz Ələkbərov standart vəziyyəti Aran Beyləqan yerinə yetirəcək. Ən geri planda qarşılandı. Ötürmə verildi müdafiənin gerisinə. Yusuf Məmyev sürətlənib. Topu meydanda saxlamaq mümkün oldu. Taç atış, daha doğrusu standart vəziyyəti Aran Beyləqan komandası yerinə yetirəcək. Artıq 90 dəqiqəlik vaxt dilimi sona yetib, əlavə vaxtın içərisində daxil olmuşuq. Son epizodlar, son cəhdlərdir. Hər iki komanda adına. Fərid Quliyev ötürməsi Əbülfəz Ələkbərov istiqamətinə çevrildi. Ötürməsini verdi ofsayt bayrağı. Yenidən Nasib Əhmədov üçün havada da. Toğrul Cahangirov Damerlan Zeynalov oynadı. Müdafiənin ən girisinə. Hesap 9-2. Şah Məmmədzadən ötürməsi keçmədi. Fərid Quliyev. İndi isə Aran Beyləqanın son cəhdlərini izləyirik. Ümumən meydanda hər iki tərəfində son cəhdləridir bunlar. Həm fərqi azaltmaq adına olsun, həm də fərqi artırmaq adına. Rəşad Əliyev. Elçan Süleymanov oynadı. İndi isə Fərid Quliyev. Ötürməsi məhz Yusuf Məmiyevə doğruydu amma. Və bu da son final piti səslənir. İstiqlal futbol komandası 5-ci turda Region Liqasında Aran Beyləqanı qəbul edirdi. Qarşılaşma 9-2'lik məhz İstiqlal futbol komandasının üstünlüyü ilə sona çatdı. Sizinlə mən idim Mirağa Ələsgərov. Gələn görüşlərə dək